Tanınmış nəğməkar şair Vüqar Əhməd saxlanılıb. Manşetazın əldə etdiyi məlumata görə o səhər saatlarında işə gedərkən saxlanılıb. Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Vüqar Əhmədin saxlanılması ilə bağlı xəbəri Manşetaza çalışdığı Amiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib. Vüqar müəllim səhər saatlarında işə gedərkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq. Tanınmış şair Vüqar Əhməd sərbəst buraxılıb. Bu barədə Lentaza Amiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat katibi Gülnar Səma məlumat verib. O, Vüqar Əhmədin hansı qurum tərəfindən saxlanıldığını bilmədiyini deyib. Qeyd edək ki, Vüqar Əhmədin bu gün gündüz saatlarından saxlanılması ilə bağlı xəbər yayılmışdı. Onun niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Şair Vüqar Əhməd saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirib. Bu barədə Lentaza danışan şair yayılan məlumatların doğru olmadığını deyib. Yalan məlumatdır, hazırda evimdə oturub çay içirəm.